Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Bir günləri öz-özümə dedim ki, biraz saxlayaq da, biraz bəsti ev çəkdik. Bir Mərdəkanın, Şüvaların bir tarixinə də bir nəzər yetirək, görək burada nələr var, nələr. Bir çox adam var ki, burada ev alır, nə bilim bağ ev alır, amma yəni ki, bilmir burada nələr var, nələr yox. Bir belə qərara gəldim ki, bu günləri belə bir qısa da olsa Mərdəkan haqqında, məsəl üçün bu Şıx qalasıdır. Fikir verirsiniz. Yani indi ora bağlıdır, biz ora girə bilmirik o qalaya. Amma ki, söz verirəm gələn səfər çıxacaq oradan sizə bir video çəkəcəm. Eşitdiyimə görə ora çıxanda o qalanın üstünə, oradan bütün də belə deyək də, bütün Mərdəkan elə bir əlvin içindədir. Sonra, deməli 1232-ci ildə inşa edildi. Deyəsən səhv eləmirəmsə 16 metrdir hündürlüyü. İndi burada təmir işləri gedir deyəsən nəsə. Yəni icazə vermirlər içəri keçmə, amma həyəti görün nə qəşəngdir. Şıx qalası, yadınızda saxlayın. İndi o birisi qalaya da gedəcək, Mərdəkan qalasına da gedəcək, oranı da sizə göstərəcəm. Ola bilər indi köhnə o stansiya olub, Arzu restoran yanında. Oranı da stansiya Primorski idi, səhv eləmirəmsə. Biz orada uşaqlıqda gəlib, elektrika ilə gəlib, düşürdük aşağı dəniz tərəfə. Onda o vaxtı oralarımız köhnə bağ evləri idi. Çək görsən, o həyəti zadı görsən nə qəşəkdir, təmizlik işləri gedir orada. Qazina, kasilka bax, otları biçirlər. Əla yerdir. Neyini gedək, ofisi qalanı da göstərək. Getdik.